Salam, hər biriniz kanalıma xoş gəlmisiniz. Bugün Türkiyədən qargolarım yenə var. Bu dəfə paltarlardır, bir də ki ayaqqabıdır, yay krasovkasıdır. Mən internetdə baxıram, bəyənirəm, şəklini, razmerini anama deyirəm. Anam gedir orada şəklini çəkir. Həmən paltardırsa və ya ayaqqabıdırsa, çantadırsa onları alıb göndərir, sağ olsun. İlk öncə belə bir ayaqqabıdır, yay ayaqqabısıdır. Çox bəyəndim, çox yumuşaqdır, hədsiz dərəcədə, yəni çox gözəldir. Geyindim, çox bəyəndim. Daha sonra qızlar, mən köynək alanda, ümumiyyətlə şalvar alanda biraz geniş alıram. Paltarda narahat olanda həmən paltarı geyinmək istəmirəm. Heç ümumiyyətcə geymirəm. Bu köynək demək olar ki 2-3 razmer böyükdür. Yəni mən geniş paltarları sevirəm. Əgər paltar az da mənə dar olsa, mən içində çox narahat oluram və onu heç geyinə bilmirəm. Bunu Türk lirası ilə 400 liraya, Azərbaycan manatı ilə isə 18 manat edir. Daha sonra isə belə bir çizgili, önü düyməli olan qısa qolludur, yəni kimono kimi. Bunu da defaktodan alıb. Bu da 499 lira, yəni Azərbaycan manatı ilə 22 manat neçəsə qəpik edir. Bunun da materialı çox gözəldir. Şifon materialı var. Daha sonra isə belə bir cins şal var. Mən hər dəfə Türkiyəyə özüm gedəndə də və ya anam gələndə, göndərəndə mən şalvarlarımı oradan aldıram. Yəni defaktodan aldıram. Çox gözəl materialı, yumuşaq materialı var. Bunu da 980 liraya. Azərbaycan manatı ilə 43 manat 82 qəpik edir. Materialı da çox gözəldir. Sonra yenə defaktodan üçlü belə corab dəsti alıb 149 TL-yə. Azərbaycan manatı ilə təxmini 7 manat civarında. Sonra belə başqa firmaların da corabı var. Ağ corab geyməyi çox sevirəm. Ona görə də anam da hər zaman mənə çoxlu ağ corablar alır. Sağ olsun. Sonra Paul Mark'dan belə bir boynu dəmir moncuqdan olan, arxadan da bantı var. Şifon kimono köynək alıb. Bunu mən pencəyin altından geyinəcəm. Bunu da çox bəyəndim. Keyfiyyətlidir, çox gözəldir. Materialı superdir. Daha sonra mavidən belə bir futbolka alınıb. Bu da üzərində İstanbul yazılıb. Bunun da materialı çox gözəldir. 300 liraya, Azərbaycan manatı ilə 13 manat 41 qəpik edir. Bunu gündəlik geymək üçün aldırmışam. Bir də ki yaşıl rəngdə bir köynək alıb. Aldıqlarım bu qədər. Allah bütün yaxşı valideynlərə uzun ömür, can sağlığı versin. Videom buraya qədər. Videomu sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Videomu bəyəndinizsə kanalıma abunə olub videomu bəyənib şərh bölməsində şərhlərinizi yazmağı unutmayın. Hələlik.